komandası Ağ, Baku Sporting isə göy gemdə çıxış eləyəcək. Heyətlərlə tanış olaq. Əvvəlcə qonaq Baku Sporting komandasının heyəti. 1 nömrə qapıcı Cəfər Əlizadə, 18 İlham Allahverdiyev. Bu da maçın start fiti. Mingəçevir Baku Sporting maçı başladı. Maraqlı, gözəl mübarizə şəraitində keçən bir maç olsun. İşarə verildi. Talih Fərmanov qapıya vurur, gol! Mükəmməl gol! Gol! Mingəçevir hesabı açtı. Süper gol vurdu Talih. Mükəmməl goldu bu. Talih Fərmanov cəlmə zərbəsindən topu birbaşa qapıya göndərdi. Cəfər Əlizadə. Sovetlər dönəmindən. Mehrac Baxşalı. Mehrac Baxşalı cəlmə meydançasına girdi. Mehrac zərbə mövqeyindədir. Mehracın zərbəsi qapıcı Cəfər Əlizadə. Talih vasitəsilə həyata keçirildi Mingəçevirdə. İndi əla keçiddi. Qapı önünü ötürmə. İkinci qola yaxınlaşdı Mingəçevir. Asim Əlizadə, Baku Sporting sol cinahdan hücum təşkil edir. Asim mərkəzə meyləndi. Ara ötürməsi Xəzər istiqamətində. Xəzər ikili müdaxilə. Emin Əliyev heç də yoxdur deyir. Baku Sporting tərəfi penalti tələb edir. Baku Sporting'in texniki zonasından hakimə ciddi etirazlar var. Dadaşov. Talih. Nahidə əla gördü, afsayt yoxdur. Nahid Əliyev qol vəziyyəti. Qapıcı Cəfər Əlizadə. Top hələ də Nahiddə təhlükə soğuşmayıb. Qapıya zərbə Aba Osman. Top qapının yanından keçdi. İndi hakim bayrağı qaldırdı. Talih irəliyir. Nahid top saxladı. Nahid əla hərəkətlər. Nahid zərbə mövqeyə çıxdı. Nahidin zərbəsi. Gol! Nahid Əliyev. Bugün bir-birindən gözəl qollar vurur Mingəçevir. Birinci gol mu gözəldi, ikinci mi? Siz qərar verin. Murad Dadaşov topu ilkindən oğladı. Muradın zərbəsi, Cəfər Əlizadənin seyvi. Nahid Əliyev qapıçını özlədi. Nahid Əliyev. Üçüncü gol. Hesab 3-0 olur. Böyük boşluq. Baku Sporting müdafiəsində Mingəçevir ikinci hissə erkən golla başladı. Nahid Əliyevin ikinci, Mingəçevirin üçüncü golu. 3-0. Yaxınlaşıblar, o istiqamətdə dayanıblar. Talihin ötürməsi ilə yaxın dirək istiqamətdə. Başla zərbə. Qapıçı daha sonra dirək. Elmin. Ötürmə Xəzər istiqamətinə. Vüqarın baş zərbəsi az qala avtogol olacaqdı. Aba Osman. Baku Sporting müdafiəsində böyük boşluq. Aba Osman. Qapıçını keçdi. Aba Osman. Dördüncü gol. Aba Osman. Mingəçevir dördüncü golu vurdu. Bu artıq qələbədir. Bu qələbədir. Və Emin Əliyev maçı bitirdi. Mingəçevirdən parlaq qələbə 4-0 hesabı ilə Baku Sporting'i məğlub etdilər.